Allah'ın salamı olsun hər kəsin üzərinə. Allahımız buyurur ki, ən böyük cihad Quranladır. Bir də cihad nədir? Cihad adam öldürmək deyil, yaxşı deyil. Adam qazanmaq deyil. Adam qazanmaq nədir? Yəni ki, müsəlmanların sayı inşallah artsın. Müsəlmanların vəziyyəti çox pis yerdədir. Əsas nədir? Quranı avazla oxuduqlar. O barədə video çəkmişsən. Arada qoymuşsan. O indi də deyil. Məsələn, Quranı avazla oxumaq olmaz. Çünki avaz sözünü, Allahımız Quranda buyurur ki, tilavət edin Quranı. Quranı tilavət edin. Tilavət sözünün bu izahlı lüğətdə bir mənası, əgər avazdırsa, digər mənası nurlanıb nurlandırmaqdır. Yəni, o mənaya gəlir, tilavət edin deyəndə ki, yəni oxuyun, digərlərinə də çatdırın, nurlanıb nurlandırın. Müsəlman Allahın əmrlərini, indiki müsəlmanlar, yəni əmrlərini, böyük nəsiyyətini, bildirdiyi hissələrdən bizə bildirdiklərini biz ixtiyarımız yoxdur da, yəni musiqi şəklində demək. Məsəl üçün, Allah buyurur ki, hansını deyil, bir cümlə verir bu. Namaz qılın, zəkat verin. Məsəl üçün, avaza gələndə tutaq ki, belə deyir, namaz qılın, zəkat, belə demək olar, olmaz. Adam heç öz sözünün, atasının, müəlliminin desin ki, belə dedim, elə bilərlər ki, oyunuz ələ salır. Nəysə, yəni tərcüməyə üzərində getirdim. Sonra bu qədər. Bizə nə deyəcəyim yadımdan çıxdı. Yadını şükürsə paylaşarsın. İnşallah. Sağ olun.